Əmirül-Mömininə baxırsan, gəlir yetimin başından sığal çəkir. Amma meydanda baxırsan ki, ilahi tam başqadır. Yəni insanlar deyir ki, o vuruşanda deyir, onun hərəkətlərinə, vuruşmasına baxırdın, adamı deyir, vahimə bürüyürdü. Hətta məsələn, o döyüşdə o tərəfdə olanlar ki, onunla mübarizə apardı, bir sənə ilə fəxr edirdi. Deyir, bilirsiniz, mən kiməm? Deyir, sən kimsən? Deyir, mən o kəsəm ki, Əlinin qılıncına qılınc vurub qaçmışam. Vurub qaçıb ona fəxr edir. Gör, bu şəxsiyyətin nə qədər heybəti olub ki, üzbəüz durmaq məgər asandır. Əbdüvətləri beli üstə qoyan adamdır. Başa düşürsən, İbn Əbülhədidin sözü var, deyirsən, ərəbin qəhrəmanlarını unutduran şəxsən Əli. Yəni, sənin adından sonra sənin adın düşdü meydana, Əli. Əliyyun bəşər. La fəta illa Əli, la seyfə illa Zülfüqar. Onun həm cəmalın, həm cəlal, həm cəmal, himkisi də yığışır bir yerə.